Salam, xoş gəlmişsiniz Ruslan doktor. Ankara Klinikasının Ümumi Cərrahiyyə Şöbəsinin müdürü olaraq həmişə cərrahi xəstəliklərə çox toxunuruq və sizi daimi olaraq antivirusun studiyasında görmək bizi çox məmnun edir. Yenidən gördüyümə şadam. Necəsiz bu arada? Sağ olun. Bugünkü mövzumuz da yenə aktual bir mövzulardan birini seçmişik. Öd-daş xəstəlikləri. Bir cərrah olaraq, ümumi cərrah olaraq icra olunan əməliyyatlar sırasında ən yuxarıda duran, yəni birinci sıralarda gedən bir xəstəlik, öd-daş xəstəliyi. Və cərrahların icra elədiyi əməliyyatların içərisində ən çox icra olunan əməliyyat məhz öd-daş xəstəliyidir. Öd-daş əvvəlcə bir klinikasını deyək. Öd-daş əsasən sağ qabırğaltı nahiyədə ağrılar, epigastral mədə nahiyəsində sağ qabırğaltı nahiyəsində ağrılar, bu ağrıların sağ kürək nahiyəsinə irradiasiya etməsi, ağızda acılıq və tutma hallarında ürək bulanma, qusma, daha şiddətli ağrılar kimi özünü göstərir. Bu şikayətlər və 60% hallarda isə öd-daş xəstəliyi gizli formada heç bir şikayət vermədən gedə bilir. Bunu da bilmək lazımdır. Öd-daş xəstəliyinin yaranma səbəblərinə gəldikdə, əsas kişi və qadın cinsi olmağı mühüm önəm kəsb edir. Məsələn, qadınlarda kişilərə nisbətən bu xəstəlik 4 dəfə çox yayılmışdır. Tamamilə doğrudur. Mən özüm də bunu müşahidə etmişəm. Elə bu sualı verəcəkdim ki, yəni nədən çox rast gəldiyimiz xanımların böyük əksəriyyətində, xüsusilə bir 40 yaş üstü xanımların əksəriyyətində çox rast gəlinir ki, ödündən əməliyyat olunur. Özdə sanki bu qanuna uyğunluqdur. Bu qadınlar arasında daha geniş yayılmışdır və bu səbəblər içərisində qadınlarda birinci növbədə hamiləlik faktoru və ikinci qadın hormonal balansında olan dəyişikliklər, progesteron, estrogen balansında olan dəyişikliklərdir. Buymuş səbəb. Həmçinin kontraseptiv dərmanlardan istifadə də öd-daş xəstəliyinə gətirib çıxarır. Hamiləlik vaxtı uşaqlıq böyüdükcə bu hamiləliyin sonuna doğru artıq bu öd kisəsində daxili orqanları yuxarıya doğru sıxır və öd kisəsində bir durğunluq yaranır. Öd kisəsində yaranan durğunluq nəticəsində ödün tərkibində olan kristallar bir-birinə yapışaraq, belə deyim, bir-birinə yapışaraq bir daşı formalaşdırır. Əvvəlcə bir qatlaşma gedir, tədricən də bu daşa çevrilir. O zaman doktor, daşların tərkibi də müxtəlif olacaq, düşünürəm, deyilmi? Öd daşları da, bəli, təbii ki, çox fərqli olur. Əsasən xolesterin, pigment və qarışıq daşlar bölünür. Bu da yenə də bu xolesterin və pigment mübadilələrinin pozulması fonunda daşların əmələ gəlməsi mühüm rol oynayır. Mühüm rol oynaya bilir və düşünürəm biz ölkə olaraq biraz bəslənmə qaydalarımızın sanki bu cür xarakter alması, qeyri-düzgün bəslənmələrin çox olması. Öd-daş xəstəliyi daha çox inkişaf etmiş ölkələrin belə xəstəliyidir. Əksinə olaraq. Həmçinin Avropa ölkələrində də bu xəstəlik birinci sıralarda gedir. Demək, bütün dünyada aktual bir patologiyadır. Aktual bir patologiyadır və bizdə də daha yemək şəraitimizlə və günü-gündən bu texnologiyanın inkişafı ilə hipodinamik bir vəziyyət alırıq. Bütün günü kompüter arxasında, televiziya arxasında oturmaq bu özü bir bu hipodinamiya öd-daş xəstəliyinin yaranması üçün bir şərait yaradır. Və günü-gündən də bu xəstəliklə xəstələnənlərin sayı artmaqda davam edir. Xəstəlik də yaş etibarilə əvvəl 40-45 yaşdan sonra bu xəstəlik daha çox müşahidə edirdiksə, indi 18-20 yaşında xəstələrdə də bu daşlara rast gəlirik. Mən də müşahidə etmişəm. O zaman hansı ölçülərdə olur və hansı ölçülərdə mütləq ki, əməliyyat olmalıdır, yəni cərrahi müdaxilə qaçılmaz artıq burada. Çünki çoxlarını düşündürür ki, öd yollarımda öd daşım var və olmazmı daş tökülsün sadəcə, amma öd qalsın. Deyilmi doktor? Belə suallar var. Müxtəlif xəstələrimiz öd daşı xəstəliklər haqqında bilikləri bir qədər azdır deyim və müxtəlif suallar olur. Cürbəcür suallar olur. Öd-daş xəstəliyinin birinci növbədə diaqnostikasına toxunmaq istəyirəm. Öd-daş xəstəliyinin bir çox diaqnostikası sadə ultrasəs müayinəsi ilə qoymaq olur. Bəzi ağırlaşmış hallarda, ağırlaşmış situasiyalarda kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya etməyə ehtiyac duyulur. Lakin ultrasəs müayinəsi bu xəstəliyin diaqnozu üçün kifayət edir. Orada ölçüləri görürük biz. Və bir çox hallarda xəstələr
həkimə gəlməmişdən və yaxud gastroenteroloqa və yaxud cərrahın yanına gəlməmişdən əvvəl artıq xəstəliklərini bilirlər. Çünki artıq ultrasəs müayinəsi o dərəcədə geniş yayılmışdır ki, xəstənin bir yeri ağrıyanda cərraha və yaxud terapevtin yanına yox, gedin bir aparata düşün, belə bir terminlə gedirlər və ultrasəs müayinəsindən keçirlər. Ultrasəs müayinəsi də bu xəstəliyin diaqnozu qoymağa kifayət edir və artıq xəstə həkimə gələndə ödümdə ağzımda acılıq var, sağ qaburğamda ağrıyır, belə şikayətlə yox, birbaşa ödümdə daş var. Səni narahat edən problem nədir? Yəni narahatçılığı nədir? Bəli, onda ağızda acılıq, epigastral, sağ qaburğal tənətində olan ağrılardan danışmağa başlayırlar. Və bir çox hallarda gələn xəstələr müalicə tələb edir. Bəli. Artıq uzun illərdir ki, daim bu gastroenteroloqlarla cərrahlar arasında bir mübahisə gedir uzun illərdir. Gastroenteroloqlar bu daşları müalicə eləməyə çalışır. Biz isə bir cərrah olaraq bunu kəsib götürmək. Tam yerində dediniz, hətta gastroenteroloqlar müalicə etsə daha yaxşıdır. Çünki mən bilirəm ki, bu patologiyadan əziyyət çəkənlərin çoxsu böyük əksəriyyətdir. Bəzən türkəçarə metodlarla bu daşlardan azad olmağı da bəli. Sanki nəsə içəcəm, öd yollarındakı daşlar parçalanacaq, hansısa bitkiləri qaynadacam, içəcəyəm. Öd daş xəstəliklərinə müalicə etmək olur. Yəni 5% halda. Çox az bir faizdə ancaq. Müalicə etmək olur və o halda eləmək olur ki, bu daş xolesterin mənşəlidir. Yəni pigment və qarışıq daşları müalicə etmək mümkün olmur. Və daşın ölçüsü də çox önəmlidir. 5 mm-ə qədər olan daşlar və tək daşları müalicə etməyə cəhd göstərmək olar. Lakin bir müqayisə aparaq. Bəli, aparaq. Öd daş xəstəliyi var, müalicəyə başlayırıq. Müalicə gündəlik 6 ay müddətində fasiləsiz aparılmalıdır və bu 6 ay müddətində xəstə daimi həbləri içməlidir və ciddi pəhriz rejimi gözləməlidir. Amma bunu edənlər nə qədərdir? Və bunu 6 ay müddətində eləyəndən sonra sənin daşının ərimə ehtimalı 5%-dir. Hətta bu qədər aşağı bir faizdir. Və tutaq ki, müalicə elədik, bu 5% ehtimalla daşı əritdik. Və bundan sonra daş yenə də əmələ gələ bilər axı. Yəni ondan sonra da yenə həmin həbləri də qəbul etməyə davam eləmək, dietanı, pəhrizi gözləmək, sağlam qidalanma rejiminə riayət eləmək lazımdır ki, bu daş əmələ gəlməsin və təbii ki, bunu bacarmaq olmur. Bir çox hallarda etmək mümkün olmur. O zaman həmin daşın ölçüsü daha da böyüyə bilər. Yəni əgər düzgün müalicəni... Təbii ki, düzgün müalicə getməsə daşın ölçüsü günü-gündən böyüyür. Və bu 6 ay müddətində ağırlaşmaları nəzərə alaraq öd daşı xəstəliyinin hansı ağırlaşmalar verə bilər? Bəli. Öd daşı öd kisəsinin boyuna pərçimi ola bilər və bu zaman öd kisəsinin iltihabı baş verir. Öd kisəsində bir çirklənmə gedir. İltihabi proses ağırlaşır. Kəskin xolestit öd kisəsinin irinlənməsi, empiyeması və bəzi hallarda öd kisəsinin qangrenasına qədər gətirib çıxara bilir. Öd kisəsinin perforasiyası ola bilər, lori dildən öd kisəsinin cırılması və partlaması, öd daşlarının qarın boşuna yayılması, kəskin peritonit verə bilər. Həmçinin ağırlaşmalardan daha çox müşahidə olunan formalardan biri bu daha çox xırda daşlarda, kiçik ölçülü daşlarda olur. Bu daş ümumi öd axarına düşə bilər, xalidiyaz deyirik buna və bu zaman sarılıq, ən narahat olduğum durum da elə mənim şəxsən. Sarılıq baş verir. Bunun da cərrahi müalicəsi çox həm xəstə üçün, həm ağırlıq dərəcəsinə görə, həm də maddiyyat tərəfindən çox böyük bir vaxt, zaman və maddi itkiyə səbəb olur. Bəli, bəli. Və eyni zamanda xəstənin diskomfortuna da səbəb ola biləcək ki, uzun müddətdir. Təbii, iş şəraitindən uzaqlaşmaq, uzun müddət xəstəxanada qalmaq, ağır bir cərrahi əməliyyat və əməliyyatdan sonraki reabilitasiya mərhələsi bu uzun çəkir. Vaxt gəzisində gedir, bəli. Lakin planlı formada, yəni öd daşı xəstəliyi var. Bir çox hallarda, yenə onu da toxunum ki, xəstələr, məsələn, pristupla, ağrı tutması ilə gəlib, soruşanda ki, neçə vaxt xəstələnmişsiniz, yəni ən azı 5 il, 10 il bir interval qoyurlar ki, 10 ildir xəstəliyim var. Bəs niyə əməliyyat olmamışsınız? Bəs niyə... Qorxuram deyir. Qorxmuşam və yaxud ağrılar, məndə lal daşdı. Belə bir termin var, çox xəstələrimiz daha tez-tez istifadə edir. Məndə lal daşdı, ağrı vermirdi. Sözsüz ki, daşlar bir çox 60% hallarda heç bir şikayət vermir. Amma periodik ayda bir, 3 aydan bir ağrı tutmaları olursa artıq həkimə müraciət etmək və bu daşları götürdürmək lazımdır. Planlı formada əməliyyata gələn xəstələr, yəni tutma yoxdur, öd kisəsində iltihab yoxdur, sadəcə daş var. Əməliyyata gələn xəstə bir günə bu bəladan azad olur.
Hal-hazırki dövrdə endoskopik, laparoskopik əməliyyatlar vasitəsilə əməliyyat müddəti 12-15 dəqiqə yəni çəkir. 10-15 dəqiqə arasında belə bir intervalda çəkir və xəstə artıq əməliyyat olduğu gün axşamı durub gəzir, sabahsı gündə evə yazıla bilir. Öd daşının əmələ gəlməsində mübadilə proseslərinin pozulması mühüm rol oynayır. Öd kisəsi həyati vacib orqan deyil. Deyil. O depo bir orqandır. Depo bir orqandır və burada mübadilə prosesləri ümumi pozulduğuna görə biz müalicə edib bu daşları hansısa öd qovucularla əridə bilərik. Ancaq mübadilə ümumi götürükdə bu proses pozulubdur. Pozulubdur artıq. Və müalicə kəsilən kimi həmin o daşlar yenə də əmələ gələcək. Bəs doktor, əməliyyat etdikdən sonra daşlar əmələ gələcəkmi? Xəstələrimizin tez-tez verdiyi suallardan biri də məhz elə budur. Öd kisəsi tamamilə götürülmüşsə, təbii ki, orada daş əmələ gələ bilməz. Ay, gözəl. Yəni o kisə rolunu oynayan, sanki orada mübadilə pozulması nəticəsində alınan atkı maddələr, belə də deyilmi? Çünki mübadilə pozulubsa, bu atkı maddələr, toksinlər və s. şlanklar hansı şəkildə formalaşıb orada qalır. Əgər bu götürülürsə, o qalmayacaq. Qalacaq yeri yoxdur. Yəni, öd daşın əmələ gəlməsi üçün bir durğunluq lazımdır, bir kisə lazımdır. Bu kisə götürüldükdən sonra bir durğunluq da olmayacaq və daşın əmələ gəlmə ehtimalı da olmayacaqdır. Ay, sağ olun. Bir çox hallarda xəstələrimiz suallarından biri də odur ki, öd kisəm götürüləcək, ödüm olmayacaq. Yəni, mən necə yaşayacağam, mən necə həyatda davam eləyəcəm. O zaman Ruslan doktor, görüntülərimiz var. Bir baxardıq, nəzər salardıq ki, buradan. Görüntülər üzərində də xəstələrimiz üçün daha anlayışlı olar. Ümumiyyətlə, öd necə hazırlanır, necə istehsal olunur? Qaraciyər öd kisəsi sağ qaburğaltı nahiyədə yerlənmiş bir orqan. Burada yaşıl rəngdə o görsənən məhz öd kisəsidir. Bu mədəmiz, 12 barmaq bağırsaq, qaraciyər öd ifrazında əsas rol oynayır və bizim öd qaraciyərdə ifraz olunur. Ödün artıq bir hissəsi öd kisəsində, bu depo halında cəmlənir. Bəli. Və qida qəbulu zamanı öd kisəsi yığılaraq özündə olan o artıq ödü 12 barmaq bağırsağa ifraz edir. Həmçinin ondan əlavə qaraciyərdə ifraz olunan öd də daim gəlib 12 barmaq bağırsağa gün ərzində 1 litrə qədər öd 12 barmaq bağırsağa tökülür. Onun cüzi bir hissəsi öd kisəsində depo halında, ehtiyat halında toplanır və bizim qida qəbulumuz zamanı o yığılaraq bizim həzmimizdə kömək edir. Sanki rezervdir orada. Bəli. Öd kisəsi normal funksiya göstərmədikdə və hamiləlik vaxtı öd kisəsi sıxılır, orada normal işləyə bilmir. Orada bir durğunluq yaranır və bu formada daşlar formalaşır. Daşlar formalaşanda hər dəfə yığıldıqca bir daş gəlib öd kisəsinin boynuna pərçim olunur. Burada animasiyada görsəndiyi kimi həmin anda artıq xəstədə ağrı tutmaları başlayır. Daş geriyə dönürsə ağrı tutmaları kəsir. Yox, daş geriyə keçmirsə ağrı tutmaları davamlı sürətdə olur və bu tutmalar yarım saatdan 5 saata qədər çəkə bilər. Yarım saat ərzində tutma daş geri qayıtdısa ağrı kəsiləcək. Geri yəni hara? Təzədən, yəni animasiyada göstərdiyi kimi boyun nahiyəsinə pərçim olunmuşdu, onda ağrı verir. Ay, sağ olun. Çünki öd yığılır, axa bilmir öd kisəsi və o bir ağrı verir. Verəcək. Öd kisəsi geri qayıtdı, öd daşı geri qayıtdı, ağrılar kəsir. 5 saat ərzində ağrı tutumu kəsmirsə, burada ağrı keçmirsə, artıq təcili cərrahi əməliyyata ehtiyac duyulur. Əməliyyat da yenə öd kisəsinin xaric edilməsindən ibarətdir. Burada animasiyanın sonunda da yenə görsəndi. Öd kisə bir klips qoyulur və o soyularaq öz yatağından xaric olunur. Reklamları bitirdik, yenidən mövzumuzu müzakirə edə bilərik. Öd kisəsi çıxarılmış bir xəstənin bədən quruluşu sxematik olaraq belədir. Burada öd kisəsi yoxdur, ancaq xəstənin ödü, yəni yenə də qaraciyər tərəfindən öd ifrazı olunur və bu yaşıl rəngdə görsəndiyi kanal ümumi öd axacağı vasitəsilə axaraq bağırsağa tökülür. Yəni həmin funksiya idarə olunur. Bəli, həmin funksiya idarə olunur. Xəstələrin deməsi ki, mən ödümü çıxartdıqda mənim ödüm olmayacaq, elə bir sənin öd kisən olmayacaq. Bəli, amma öd öz funksiyasını yerinə etməyə davam edir. Çünki öd qaraciyərdə ifraz olunur və yenə də qaraciyərdə ifraz olunacaq, bağırsaqlara töküləcək. İndiki dövrdə sübut olunmuşdur ki, tədqiqatlarla sübut olunmuşdur ki, bu əməliyyatdan sonra pəhriz gözləməyə ehtiyac yoxdur. Ay, nə gözəl. Əsas rejimə fikir vermək lazımdır ki, əməliyyatdan sonra bir ay müddətində az porsiyalarla gündə 4-5 dəfə qidalanmaq. Bildiyimizə görə müəyyən pasient ordusu da var ki, onlar da öz başına müalicələri bəzən tərcih etdikləri üçün çox vaxt da, yəni ki, siz də müşahidə etmişsiniz, deyilmi? Olur, xəstələrimiz olur. Müalicələri
Google və YouTube səhifələrində axtarırlar və bir çox hallarda doğru bir ünvana gedib çıxmırlar. Bəli. Və yaxud səhv taktikalarla müalicələr alırlar və ağırlaşmış bir durumda müraciət edirlər. Artıq gələndə öd daşında daha çox daşlar var. Artıq bu mütləq götürülməli bir məqamda olur ki, bəli, özünüz özünüzü müalicə etməyin. Bu ən ciddi səhvdir. Xüsusilə də öd yollarında olan problemlərlə biz bilirik ki, bu öz başına müalicələr var. Hansı suyu içəcəyəm, hansısa həbi içəcəyəm. Belə bir tərz yoxdur. Əməliyyata göstəriş varsa, daş varsa, o əməliyyatdan belə qorxmuyor. Çünki bu qədər ən, necə deyim, optimal hesab olunan bir cərrahiyyə metodudur. Qısa vaxt kəsiyində laparoskopi əməliyyatla olunur. Və bunu mən zaman-zaman öz pasiyentlərimə söyləyirdim. Çox gözəl ki, bugün siz komanda olaraq bunu bərabər söyləyəcəyik ki, öd yollarınızda daş varsa, bir an öncə o daşdan qurtulun ki, sonraki etapda hansı, deyək ki, reabilitasyon mərhələlər edəcəyik, hansı anti-age proqramlar edəcəyik sizin cavanlaşmanız üçün və yaxud arıqlamanız üçün. Bunu da biz çox gözəl şəkildə edə bilək. O zaman Ruslan doktor, laparoskopik əməliyyatların digər alternativ əməliyyatlardan üstünlüklərini sayardıq. Laparoskopik əməliyyatın açıq əməliyyatlardan üstünlüyü təbii ki, öncədən bir yaranın olmamasıdır. Laparoskopik əməliyyatda qarın boşluğunda 3 və ya 4 dəlik açılaraq əməliyyat icra olunur. Burada kəsik, böyük bir yara olmadığına görə xəstənin əməliyyatdan sonraki dönəmdə daha aktiv, yəni normal iş şəraitinə daha tez qayıdır. Yaraya xüsusi qulluğa ehtiyacı yoxdur. Əməliyyatdan sonra həmin o yaranın irinləmə ehtimalı aşağıdır. Yırtıq əmələ gəlmə ehtimalları çox aşağıdır. Çünki əvvəlki dönəmdə, açıq əməliyyat dönəmində yaranın irinləməsi, yara nahiyəsində yırtıqların əmələ gəlməsi, böyük bir yaranın güclü bir ağrısı olur. Və bu böyük yara olmadığı üçün xəstələr də əməliyyatdan sonra çox ağrı kəsilərə ehtiyac duyulmur. Çünki səhər əməliyyat olmuş xəstə artıq axşam durub normal gəzib hərəkət edə bilir. Nə gözəl. Laparoskopik əməliyyatın yəni bu qədər üstünlükləri var və düşünürəm ki, artıq günümüzdə o qədər siz demiş məlumatlıdır ki, pasiyentlər də hər kəs laparoskopik əməliyyatı zaten tərcih edir. Yəni üstünlükləri olduğu üçün demək ki, tərcih edirlər. Bəzi hallarda bəzi subyektiv və obyektiv səbəblərdən. Nədir o səbəblər o zaman doktor? Xəstələri də belə bir qarşılarına belə bir şeylər qoyurlar ki, sən çox köksən, sənə laparoskopik əməliyyat eləmək olmaz. Bunu kim deyir? Və yaxud çox arıqsan. Doğru ünvanı seçməyəndə yəqin ki, söyləyirlər. Ola bilər belə hallar. Laparoskopiya təzə-təzə yarananda, bəli, kök insanları çalışırlar ki, laparoskopik əməliyyat eləməsinlər. Lakin indiki dövrdə bu əməliyyatlar o dərəcədə inkişaf eləmişdir ki... Onda, Ruslan doktor, siz bizim peşəkar cərrahımız olaraq, siz söyləyirsiniz ki, öd daşı xəstəliyindən hər kəsi qurtula bilər, hər kəsi laparoskopik əməliyyata göstərişdə qurtula bilər. Bəli, hər bir, yəni köklüyündən, arıqlığından və yaxud yaşından asılı olmayaraq, istənilən bir adam laparoskopik əməliyyat etmək olar. O zaman mən xüsusilə öz pasiyentlərimə buradan səslənim ki, sizdə öd daşı var idi və mən dedim bir an öncə bu daşdan qurtulun. Ruslan doktora müraciət edə bilərsiniz, mən şəxsən güvənirəm ki, yəni öddə olan daşdan qurtulun ki, biz normal həyatımıza davam edə bilək. Bayaq söylədiyim kimi, normal digər hansı ki proqramlar üçün göstərişdir, anti-age proqram ola bilər, cavanlaşma, gözəlləşmə, biz bunları da normal şəkildə edə bilək. Demək ki, o zaman kimlərə olmaz sualını qoysaq, bu əməliyyat kimlərə olmaz? Yoxdur belə bir kateqoriya. Belə bir kateqoriya, yəni ümumi olmazsa heç açıq əməliyyat da olmaz. Yəni ümumi cərrahi əməliyyatda əks göstəriş olan xəstələrə təbii ki, nə açıq əməliyyat, nə də laparoskopik əməliyyat eləmək olmaz. Ancaq açıq əməliyyat eləmək olarsa, təbii ki, eyni zamanda laparoskopiyada göstəriş eləmək olur. Demək ki, kimlərə ki, həmişə problem var idi, açıq əməliyyatı edirdik. Nədən? Biz sonradan laparoskopik əməliyyat olunca sənə olmaz demişik. Demək ki, hər kəsə olur əslində. Çox gözəl. Öd daşı bir, deyərdim ki, bu da bir həyat tərzi nəticəsində yaranmış patologiyadır ki, bu patologiyanın qurtulması üçün günümüzdə tibbin inkişaf etdiyi bir dönəmdə çox qısa vaxt kəsiyində və komfortlu şəkildə deyərdim. Çünki laparoskopik əməliyyat sonucda komfortdur. Bu xəstəlikdən azad olmaq olar. Azad olmaq olar. Və dünya praktikası, Dünya Səhiyyə Təşkilatında qoyduğu protokollara görə bu xəstəliyin yeganə müalicə üsulu cərrahiyyədir. Cərrahi əməliyyatdır. Çox təşəkkürlər Ruslan doktor. Yenidən antivirusun studiyasında qonaq oldunuz və yenidən biz çox maraqlı bir elmi müzakirəni etdik ki, və biz həmişə sizin sayənizdə, sizlərin sayəsində seçirik ki, əhalini maraqlandıran və əhali içərisində aktual olan xəstəliklər hansılardır, onların üzərindən danışaq. Düşünürəm, danışdığımız, etdiyimiz müzakirə ünvanını tapdı. Çox təşəkkürlər. Siz sağ olun, verilişə dəvətləriniz üçün təşəkkür edirəm.